Hər birinizə salam dostlar. Bu günüm çox dolu keçmişdi. Qərar aldım ki, sizin üçün vlog hazırlayım. Əlaçısını təşkil elədiyi səhər yeməyinə gedirəm burada. Yumurtalı çörəklər bəli mənə göz vurur. Süfrəmizi çox bəyəndim. Özəlliklə də burada simit var. Onun içərisində pendir var idi. Çox qəşəng idi dadı. Buradan şəfə xüsusi təşəkkürlər eləyirəm. Qətiyyən burada heç kimi məcbur etməmişəm ki, vlog çəkirəm. Görürsüz necə xoşbəxtdir hər kəs. Sırf sizin üçün hər kəs yemək yeyərkən mən qalxdım ayağa və bu mənzərəni çəkdim. Çox qəşəng idi həqiqətən də. Biraz tez çıxmalı oldum. Səbəbini isə biləcəksiniz. İzləmədə qalın. Daha sonra samavar çay görürəm və Starbucksda kəkli çay sifariş verməyim yadıma düşür. Burada taksi ilə növbəti location'a, niyə deyib Ağşəhərin boş-boşluğuna gəlirəm. Bəli, yenə səhər yeməyi. Bu dəfə isə bizim div kimi komandamızla team buildingimizdə ikinci səhər yeməyinə gəlirəm. Digər yerdə ağlamışdım ki, acam, yenə gəlib burada yeyirəm. Bu da bizim komandamız və Diva Kənan. Sonra isə bu iki mükəmməl xanım yüksəlişin imtahanında idilər, sınaq imtahanında. Və burada mən təriflənirəm. Üzümdən də görə bilərsiniz ki, çox sevinirəm bu hal üçün. Növbəti location'ımıza doğru gedirik. Bugün çox dolu keçmişdi və o qədər dolu idi ki, çox yorulmuşdum. Taksi ilə məkanımıza doğru Olympic Star'a bowling oynamağa getmişdik. Bəli, bu işıqları görürsüz. Mən bugündən 2 gün əvvəl göz əməliyyatı olmuşdum. O qədər işıqlı idi ki, epilepsiya xəstələri belə narahat ola bilərdi, amma mən heç bir şəkildə narahat olmadım. Bəli, burada da hər şey bacardığım kimi bunu da atıram, amma inanmırdım bu arada ata biləcəyimə. Diva Nərminə birinci yerə çıxır, mən ikinci yerə çıxmışdım. Daha sonra isə evə doğru yol alırıq. Həqiqətən çox yorulduğum günlərdən biri idi, həm sosial, həm də fiziki cəhətdən. Burada artıq evə doğru yol alıram. Bu videonu açanda çox ciddi olduğumu görüb burada özümə gülürəm. Çox sağ olun. İzlədiyiniz üçün təşəkkür edirəm.